Gerçi dedim muasir İslamla Peygamber İslamı Ali'nin yaşadığı İslam arasında fark var idi, o da bu idi. Muasir İslam Allah'ı bilir. Bilir Allah var. Bilir qüdrətlidir. Bu nöqtəyə xüsusi diqqət eləyin. Bilir Allah'ın şəriki yoxdur. Bilir qüdrəti sonsuzdur. Allah'ı bilməklə Allahlı olmaq arasında fərq var. Biz Əhl-i Beyt İslamında Allahlı olmağı görürük, Allah'ı bilmək yox. Əgər biz Həzrət Əli ilə digərlərinin fərqin tapmağa çalışsaq, desək ki, namaz şəkil olaraq Muaviyə də namaz qılırdı, digərləri də qılırdı. Əgər biz İmam Hüseynlə Ömər Sədin arasında fərqdən danışsaq, desək ki, bu namaz qılırdı, Ömər Səd də qılırdı, Şimr də qılırdı. Bəs bu xüsusi fərq nə idi Hüseyni bunlardan fərqləndirən? Xüsusi fərq nə idi Əlini digərlərindən fərqləndirən? Bu xüsusi nöqtə nə idi? Xüsusi nöqtə bu idi. Heç də onların qarşısında dayananlar İslamı inkar edənlər deyildi. Bunu diqqətdə saxlayın. Əlinin qarşısında dayananlar, ona düşmən olanlar Allah'ı bilənlər idi. Allahlı olanlar deyildi. Bax, söz budur. Fərq budur. Allah'ı bilməklə Allahlı olmaq arasında fərq budur. Biri varlığın məfhumu ilə tanışdı. Biri isə həqiqəti ilə tanışdı. Həqiqət məfhumu və həqiqətin varlığı ayrı-ayrı məsələdir. Biri onun haqqında elmdir, bilgidir, təsəvvürdür, məfhum. Allah barəsində təsəvvür. Allah var, qüdrətlidir, tövhid elmi buna xidmət eləyir. Digəri isə həqiqətin varlığı ilə ünsiyyətdir. Əlinin dini, Əlinin yolu Allahla, gerçək Allahla ünsiyyətidir. Fərq buradadır. Hüseynlə Şimr arasındakı fərq bundadır. Hüseyn gerçəkdən ünsiyyətdə idi. Əli gerçək ünsiyyətdə idi. Həqiqətin varlığı ilə ünsiyyətdə idi. Amma Muaviyə, Yezid, Şimr həqiqətin məfhumu ilə ünsiyyətdə idi. Bu bilirsiniz nəyə bənzəyir? Mən bu misalı çox vurmuşam. Su deyəndə bir dəfə zehnimizdə məsələn yaşlıq canlanır. Yaşlığın məfhumu. Zehnimizdə canlanan o yaşlıq adından da dediyimiz kimi onun məfhumudur fəqət. Varlığın özü deyil, yaşlığın özü deyil. Yaşlığın özü isə onunla ünsiyyətdə təzahür eləyir. Onunla ünsiyyətdə, ona toxunuşda təzahür eləyir. O da Allah'ı bilirəm, nə çox Allah'ı bilənlər var. Nə çox Allahu Əkbər deyənlər var. Əhl-i Beyt İslamı, Həzrət Əlinin yaşadığı İslam, o ki Peyğəmbər bunu gətirmişdi, demir bilin, deyir yaşayın. Demir bilin Allah var, deyir Allah'ı həyatınızın mərkəzində qərar verin. Allahla yaşayın, Allahlı olun, nə ki Allah'ın var olduğunu bilin. Odur ki, bir alim deyirdi, Allah'a and olsun, yəqinə, o ki Quran yəqindən danışır, yəqinin mərtəbələrindən danışır. Yəqinə Həzrət Əlidən daha yaxın heç kəs yoxdur.
Əlinin dinində təqva nişanəsi təkcə alnın səcdədən qabar bağlamağı deyil. O şah ki bir ömür yetimlərə atalıq elədi. Süleyman səltənətinə sahib olduğu halda belə özü fəhləlik elədi. Əlinin dini budur. Əlinin dini göstərişlərdən, şəkillərdən ibarət deyil. Əlinin dini yaşamaqdır. Allahı, ilahi əxlaqı öz əməllərində, öz həyatında göstərməkdir. İnsan deyir, Allah mərhəmətlidir. Bilirəm Allah mərhəmətlidir. Yox, o mərhəməti duymalıyam mən. Mərhəmətli olmalıyam ki, mərhəmətli Allahı tanıyım. Səxavətli olmalıyam ki, səxavətli Allahı tanıyım. Mən necə mərhəmətliyəm, necə deyirəm Allah mərhəmətlidir? Məsələn, Peyğəmbər əleyhissalam nə buyurur? Qonşusu ac yatan, özü tox halda gecəni səhərə çıxan bizdən deyil, müsəlman deyil. Necə mərhəmətliyəm? Dünyanın bəzi yerlərində Qəzzada körpələr acından, susundan həlak olur. Mən də deyirəm ki, mərhəmətliyəm. Mərhəmətli olmaq lazımdır. Bu mərhəmət anlayışıdır, məfhumudur. Amma Həzrət Əlinin boğazından çörək keçmirdi. Biləndə bir yetim acdı. Allah səsinə qüvvət versin. Qari Fazil qardaşımız tilavət elədi İnsan surəsindən. Mən xahiş eləmişdim ki, onu oxusun. Əl-ləzīnə yut'imūnət-tə'amə alə hubbihi. O kəslər ki, öz yeməklərin yedirərlər, özləri istədikləri halda, alə hubbihi, xüsusi vurğudur bu. Halbuki özləri də istəyirlər o yemək, özlərinin də ehtiyacı var. Öz yeməklərin, təamların yedirərlər. Miskinən və yetimən və əsira. Kasıba, fəqirə, ən fəqirə, miskin, ən fəqirdə, ondan o yana fəqir yoxdur. Yetimə və əsirə yedirərlər. Və nə deyərlər? Sözə baxın, bax, Allahlı olmaq budur. Sizi yalnız və yalnız Allahın vəchi üçün yedizdiririk. Allah üçün yedizdiririk sizi. Bu bizim üçün adi gələ bilər söz. Bəzi sözlər bizim kəlmələrimizə, gündəlik işlətdiyimiz tez-tez ibarələrə çevrilib, şablon ifadə olub. Yəni, dəyəri düşüb sanki. Amma Allah üçün, Allaha xatir Həzrət bunu yaşayırdı. Yalnız Allah üçün, Allahın vəchi üçün yedizdiririk sizi. Sözü bu idi. Niyə üçün bir ömür yaşadı, fəqət Allah üçün çalışdı. Allah üçün yaşadı. Dində hər şeyin öz dəyəri, öz qiyməti özü ilə ölçülür. Məsələn, bir nəfər bir iş görər, ən yaxşı iş görsə o işi, deyərlər ki, bu işdə bu şəxs ən yaxşılardan etdi, ən yaxşılardan oldu. Amma o kimdir ki, bir zərbə vurur, Peyğəmbər əleyhissalam demir, ən yaxşı, ən ixlaslı zərbə vuranlardandır. Zərbə vuranların ən ixlaslısıdır düşmənə. Dedi, Əlinin zərbəsi bütün insu və cinnin ibadətindən üstündür. Eyni növlə müqayisə eləmədi. Bütün bəndəliklə müqayisə elədi Həzrətin bir zərbəsin. Niyə üçün Allahlı idi? Allahlı olmaq budur. Allahlı olmaq budur. Quran bizi Allahla ünsiyyətə çağırır, Allahı bilməyə yox.
kafirlər barəsində, bütpərəstlər barəsində bəzi ayələr var. Deyir ki, onlar da bilirlər Allahı. Məsələn, soruşsan, göylərin və yerin xaliqi kimdir? Səyəqulunə lillah. Onlar deyəcəklər ki, göylər və yer Allaha məxsusdur. Allahındır. Onlar da bilir. Fərq nədir? Fərq bundadır, bilməklə ünsiyyət. O da dinimiz namaz kimi ibtidai və davamlı ünsiyyəti vacibat sırasına saldı. Allahla ünsiyyətin başlanğıcıdır və sonudur, davamlılığıdır. Başlanğıc da oradadır, davamlılıq da oradadır. Həzrət İmam Səccad əleyhissalam buyurur, Allaha ən yaxın hal hansı haldır? Buyurur, səcdə halı. Bəndənin Allaha ən yaxın halıdır səcdə halı. Onun dostları danışır, Həzrət Əli əleyhissalamın dostları nəql eləyir. Onunla bircə yaşayanlar, onunla çox ünsiyyətdə olanlar, səfərdə olanlar, müxtəlif hallarda onunla ünsiyyətdə olanlar, onun vəziyyətini müşahidə edənlər nəql eləyirlər Həzrət Əli əleyhissalam barəsində. Buyururlar, Əmir əl-Müminin İmam Əli əleyhissalam tez-tez dərin düşüncələrə dalardı və çoxlu göz yaşları axıdardı. Çünki o Həzrət özü Allah adamların vəsf edərkən bəzi kəlmələr buyurub. فَالْمُتَّقُونَ فِيهَا هُمْ أَهْلُ الْفَزَائِلِ Allah adamlarına gəldikdə isə, təqvalılara gəldikdə isə, onlar fəzilət əhlidirlər. Bütün fəzilətlər onlarda cəm olub. Məntiquhumus savab. Danışıqları, sözləri haqqa əsaslanır. Düzgündür. Və məlbisuhumul iqtisad. Geyimləri sadədir, ölçülüdür. Və məşyuhumut təvazu, yerişləri təvazukardır. Ğazzu əbsarahum əmmə hərramallahu aleyhim. Onlar bir kəsdir ki, Allahın onlara haram etdiyi şeylərdən gözlərini bağlayarlar, yumarlar, çevirərlər. Və vəqafu əsma'ahum aləl ilmin nafi'i ləhum. Qulaqlarını yalnız özlərinə fayda verən elmə yönəldərlər. وَلَوْلَا أَجَلُ الَّذِي كَتَبَ اللّٰهُ عَلَيْهِمْ. Əgər Allahın onlar üçün yazdığı əcəl olmasaydı, لَمْ تَسْتَقِرَّ أَرْوَاحُهُمْ فِي أَجْسَادِهِمْ. Ruhları bir an belə bədənlərində qalmazdı. Tərfətə əynin, bir göz qırpımı belə bədənlərində qalmazdı. Şavqan ilə səvab və xavfən minəl iqab. Niyə qalmazdı? Çünki o qədər xeyrə, savaba həvəslidirlər, şövqlidirlər. Və o qədər ilahi qorxu var canlarında. Buna görə ruhları bədənlərində bir an belə, bir göz qırpımı belə qalmazdı. Fəhum vəl cənnətu kəmən qad rəəhə. Sanki cənnəti görmüş kimidirlər. Fəhum fiyhə munəəmun. Orada nemətlər içindədirlər sanki.
Allah adamlarının, təqvalıların xüsusiyyətidir bu. Həzrət Əli əleyhissalam buyurur. Sanki onlar cənnəti görürlər və sanki cənnət nemətlərinin içindədirlər. Və eyni zamanda da vəhum vənnar kəmən qad rəəhə, sanki eyni zamanda da cəhənnəmdədirlər və cəhənnəmi görürlər. Və sanki oranın əzabındadırlar. Qulubuhum məhsunə, qəlbləri çox kədərlidir. Və şururuhum mə'amunə, insanlar onların şərrindən, ziyanından amandadırlar. Hamı arxayındır onlardan. Dost da arxayındır, düşmən də arxayındır. Bu şəxs Allah adamıdır, bundan ziyan gəlməz. Bu şəxs nə olur olsun ədalətdən çıxmaz. Bu şəxs nə olur olsun nəfsinə, qəzəbinə Allahı satmaz. Ədaləti satmaz, haqqı satmaz. Və hacətuhum xəfifə, arzuları, istəkləri, ehtiyacları çox yüngildir, çox azdır. Çox azdır, hacətuhum xəfifə. Dünya əhli kimi arzular içində itib batmırlar. Və ənfusuhum əfifə, nəfsləri isə iffətlidir, paçdır. Təmizləyiblər nəfslərin mənfi istəklərdən. Səbəru əyyəmən qasira, onlar deyir, az günləri səbr etdilər, dünyanın tez gəlib keçən qısa ömür müddətin, tez gəlib keçən az günləri səbr etdilər. Əvəzində isə əqəbəthum rahətən təvilə, ardınca isə uzun bir rahatlığa yetişdilər. Uzun bir rahatlığa, əbədi axirət yurdunun, cənnət yurdunun rahatlığına çatdılar. Allah adamlarının, təqvalıların xüsusiyyəti budur. Əradəthumud dünya. Onlar bikəstərdir ki, dünya onları istəyir. Dünya onları toplamaq istəyir. Başqaları dünyanı istəyir, dünya naz eləyir. Amma bu təqvalılar, bu Allah adamları bikəsdir ki, dünya onların dalınca qaçır. Əradəthumud dünya fələm yuriduha. Amma onlar onu istəmirlər, dünyanı istəmirlər. Fəəsərəthum fəfədəv ənfusəhum minha. Dünya onları əsir etdi. Lakin onlar canlarını fidyə verərək xilas oldular. Əl-ləzīnə iştərəv minəl müminə əmvaləhum və ənfusəhum biənnə ləhumul cənnə. Quran buyurur. Allah möminlərin, malların və canların satın almışdır. Müştəridir möminlərin mallarına və canlarına. Nəyin müqabilində? Cənnət müqabilində. Cənnət əvəzində. Bunlar təqvalıların xüsusiyyətidir. Bunlar bir ömür yaşadılar, nəfəs aldılar. Aldıqları nəfəs Allah dedi. Aldıqları nəfəsləri Allah'a zikr elədi. Bütün əməlləri, bütün istəkləri fəqət Allaha yaxınlaşmaq üçün oldu. Bütün ibadətlərin niyyətinə baxın, qürbətən ilallah. Filan işi edirəm, namaz qılıram, qürbətən ilallah. Oruç tuturam, qürbətən ilallah. Nədir bu qürbət? Qürb bir məqamdır ki, fəqət Allah dostları çatır o məqama. Amma bizim əhəmiyyət vermədiyimiz əməllərlə, bizim əhəmiyyət vermədiyimiz
diqqət etmədiyimiz, təxirə saldığımız əməllərlə onlar faydalanırlar və Allaha çatırlar. Qurb ən yaxın olmaq deməkdir Allaha. Filan əməli edirəm, Allaha ən yaxın olum deyə. Namaz qılıram, namazın hədəfi nədir? Namazın hədəfi qürbdir, Allaha yaxın olmaqdır. Oruç tuturam, orucun hədəfi nədir? Qürbətən iləllah, Allaha yaxın olmaqdır. Əgər bəndə ibadətlərdə qürbətən iləllah niyyətində ixlaslı olmasa, ibadətləri də puçluğa məhkum olacaq. Odur, niyyət xalis olmasa, ibadətin şəklin nə qədər düzgün yerinə yetirirsən, yetir. Dinimiz, şəriətimiz deyir, o əməl batildir. Niyyət eləmə, namaz qıl. Niyyətsiz namaz batildir. Gərək nə etdiyini niyyət edəsən və kimin üçün etdiyini niyyət edəsən. Kimin üçün etdiyini niyyət etmək mühümdür. Bir nəfər deyir ki, namaz qılın, qoy mənə desinlər namaz qılır. Bunun namazı batildir. Oruç tutum, sağlam olun, bunun orucu batildir. İslam mücərrəd mələkuti aləmdən enmiş həqiqətləri bizlərə çatdırdı. Amma nə yazıq ki, son dövrlər, o ki, söhbətin xütbənin əvvəlində dediyi, hal-hazır müasir İslamla Peyğəmbərin çatdırdığı, Əhl-i Beytin, Həzrət Əlinin yaşadığı İslam arasında yerlə göy qədər fərq var. İndinin oruc tutanı sağlam olun deyə oruc tutur. Halbuki oruc qürbət qəsdi ilə olmasa batildir. Allaha yaxın olmaq qəsdi, niyyəti, bunun yanında hər nə qoysan batildir. İndinin dəstəmaz alanı, namaz qılanı elm inkişaf elədikcə insanları da maddiləşdirdi. Diqqət edirsiniz. Elmin faydaları çoxdur, amma hər şey yerində gözəldir. Mələkuti qaydalara, əmrlərə, hökmlərə, dünyəvi elmlər gərək gəlib müdaxilə eləməyə. Yoxsa insanın niyyətində də riya yaradır. İxlası aradan aparır. Dəstəmazın faydalarından danışırlar. Başa məs çəkəndə belə olur insanın başında, nə bilim, soyuq suyunla dəstəmaz alanda damarlarda bu cür olur, ürəyə belə xeyri var. Əgər ürəyə xeyri olmasa, mömin dəstəmaz almayacaq. Başa xeyri olmasa, başına məs çəkməyəcək. Əgər səcdənin onun ürək damar sistemlərinə faydası olmasa, mömin səcdə etməyəcək. Xeyr, fəqət Allahın razılığı üçündür. İmam Rıza əleyhissalamdan soruşdular, Allah niyə möminə və kafirə əbədiyyət vədi verir? Əbədi cənnət və əbədi cəhənnəm. Halbuki onlar dünyada qısa bir müddət yaşayıblar və günahları da qısa bir müddət olub. 50 il, 60 il kafir günah eləyib, üsyan eləyib. Olsun onun cəhənnəmdə qaldığı müddət də, əzab müddəti də 60 il. Mömin də 50-60 il ibadət eləyib, onun da mükafatı bu qədər olsun. İmam Rıza əleyhissalam buyurur, onların niyyətlərinə görədir mükafat. Əməllərinin müddətinə görə deyil. Və ardınca da buyurur, əgər Allah o kafirə əbədi cəhənnəm vəd edir ki, əgər onlar dünyada əbədiyyən qalsaydı, Allah ölümü götürsəydi, ölümsüz olsaydılar, onlar elə niyyətləri əbədi olaraq Allahı inkar etmək idi. O da onlar əbədi əzaba layiqdilər. Mömin isə dünyada əbədiyyən qalsaydı, onun üçün fərqi yox idi. Neçə il qaldım, ya əbədi qalacam. Əbədiyyən Rəbbin tanıyacaqdı, ona həmd-səna edəcəkdi, ibadət və itaət edəcəkdi. Onun niyyətinə Allah əbədi cənnəti verir. Niyyətinə verir. Odur, Həzrət Əlini istəyək tanıyaq. Bilək ki, o ki Peyğəmbər gəldi bizə Allaha doğru aparsın bizi,
Fəqət bu yolda ilk addımın qoyan Həzrət Əli əleyhissalam oldu. Odur Peyğəmbər elə belə yerə demədi. Bu söz mübaliğə deyil, bu söz məzhəbçilik deyil, inanın Allaha. Bu söz ona görə idi ki, Peyğəmbər baxırdı ki, Əli Allahla yaşayır, Əli Allahla nəfəs alır, Əli Allaha həqiqətən yaxındır, Allahı bilənlərdən deyil, Allahlı olanlardandır. Ona görə dedi, Əlinin şiələri cənnətdədirlər. Bu söz məzhəbi söz deyil ki, bu söz həqiqətdən bir damladır, bir damcıdır. Allahla olanlardan olmaq, Əlinin ardıcılığı olmaq bu deməkdir. Allah gerçək varlıqdır, həydir, diridir. İnsan bunu anlayır, yoxsa ki, var bilirəm, uzaq bir Allah haqqında nə qədər bilgi insanın xeyrinə gələr ki, nə qədər bilgi insanın köməyinə, dadına çatar ki. Quran deyir, bilin ki, mən yaxınam. Biz isə Allah barəsində dəlillər gətirməyə çalışırıq. Yəqin əhlinin gördüyü barəsində təfəkkürümüzdə, zehnimizdə, düşüncəmizdə dəlillər axtarırıq. Buna görə Allah var, bu səbəbə görə Allah. Bu dəlillər kafirlər üçündür ki, bəlkə ağıl yürüdələr, bəlkə haqqı tapalar, imana gələlər. İman əhlinin fəqət bir vəzifəsi var. Hər bir xeyir, Allahın xeyir dediyi əməldən istifadə edib, ona qurbətən iləllah niyyəti qoyub Allaha aparan minik eləsin o əməli. Hər bir xeyir əməl, yaxşı əməl minik misalıdır. De, qurbətən iləllah o əməl elə səni aparsın Allaha. Səni çatdırsın Allahın dərgahına. Allah an verək izzətinə, cəlalına, lütfüne, rəhmətinə. Bizləri bu həqiqətlərdən ayrı salmasın. Bu yolun başlanğıcı ki, vilayətdir, Həzrət Əlinin vilayətini qəbul etməkdir. Son nəfəsimizə dək özümüzün, əzizlərimizin, övladlarımızın və bizdən bundan sonra da dünyaya gələcək nəsillərimizin qəlbindən Əhl-i Beytin məhəbbətini çıxartmasın. Bizləri daim bu məhəbbətlə, bu vilayətlə yaşatsın, bu vilayətlə də canımızı alsın inşallah.